Balidən salamlar dostlar. Mən Əfsanə kanalıma xoş gəlmisiniz. Bir ildən çoxdur ki, Balidə yaşayıram və Asiya ölkələrini tək səyahət edirəm. Təcrübələrimi isə YouTube kanalımda paylaşıram. Kanalıma yeni gəlmisinizsə, abunə olmamısınızsa, abunə olmağı, şərh yazmağı və paylaşmağı unutmayaq. Çünki kanalım yenidir, dəstəklərinizi gözləyirəm. So dostlar, bugün bugün gedirəm işləməyə. Bu arada biraz yorğun danışıram çünki xəstələnmişəm. Və yeni özümə gəlirəm. Bunun haqqında da bir başqa video çəkirəm. Nəyə görə Baliyə gəldim, xəstələndim, nələr baş verir. Deməli, bugünkü vlogumuz Balidə gedəcəm işləməyə. İlk öncə aparacam paltarlarımı yudurtmağa. Balidə bu arada evlərdə paltar yuyan maşın yoxdur. Ona görə də paltarlarımızı aparırıq. Göstərəcəm harda yuduzdururuq. 1-2 günə təhvil alırıq. Ödənişini eləyirik, qəşəng yuyurlar, ütüləyirlər, hazır vəziyyətdə bizə verirlər. Məncə çox rahatdır. Qiymətləri falan da göstərəcəm. Bu isə mənim qaldığım homestaydir, guest house'dur. Villa tərzindədir. 3-4 nəfərdən bölüşürük. Bir gün ev turu da paylaşacağım. O vlog da gələcək. Məşhur YouTube vloglarından biri ev turu. Gəlin biraz sizə belə ətrafı küçəni göstəreyim. Yağışlı olanda buralardan biraz sürüşə qalxıram. Burada qalıram, yerli bir məhəllədir. Hiss edirsinizsə, quşların səsi, təbiət. Bali, sevirəm səni. Bu qaldığım məhəllədir, çıxıram indi buradan. Aparacam, paltarımı verəcəm yudurtmağa. Bu məhəlləni o qədər sevirəm ki, baxın, indi buradan çıxacağım. Paltar yumaq yeri düz yanımdadır, marketlər düz yanımdadır. Bunu verəndən sonra gedəcəm yenə yaxınlığımda olan bir yerdə işləməyə. Belə, biçəm belədir. Yanımda bir dənə market var. İndi də gəlmişəm paltarımı verim, görün. Hi. Good morning. Hi. How are you? Yeah? 2 kilo, okay. Can I take tomorrow? Same time here? Okay. Yeah. Tomorrow? Same time. Okay. So much. Belə dostlar, verdim paltarımı. 2 kilo tutdu. Dedilər ki, sabah da gəlib eyni bu vaxtı götürə bilərsiniz. Bir o qədər gəlmişəm ki, adımı falan bilirlər. Və mən uzun müddətdir bu məhəllədə yaşayıram. Balidə nəyi sevirəm? Hara gedirsinizsə insanlar gülümsüyür. Hər kəs yolda bir-birinə hörmət edir. Baxın, yanımdan bir maşın keçdi. Heç siqnal belə vermədi. Burada elə sistem yoxdur. Siqnal verirlərsə ancaq o deməkdir ki, bax belə şəkildə gülə-gülə. Hi. Gülə-gülə ki, bax mən gəlirəm, diqqətli ol, birdən nəsə eləyərəm sənə. O da çox yavaş siqnal. Deməli 2 kilo tutdu. Görək nə qədər ödədim.
2 kilo paltara cəmi ödədim 2 manat. 2 manat və sabah hazır olacaq. Dostlar, kiçik bir update. Kiloqramı 2 manat imiş. Ümumi 4 manat ödədim. Bugün götürəndə fərqinə vardım. Bu cür vəziyyətdə yuyulub, düzənib, qatlanıb, paketlənib. Üzərində belə qiyməti yazılıb. Sən demə, servis haqqı aşağıda yazılırmış. Mən yuxarıda görmüşəm. Ümumi 4 manat 2 kiloqramla. Məncə yaxşıdır, amma bundan da ucuz yerlər var. Yəni ki, bura biraz turistik məhv olduğu üçün burada qiymətlər belədir, amma siz kiloqramını 1 manataya tapa bilərsiniz. Hətta bəzi yerlər var, onların biraz servis haqqı yüksək olur. Mən Cangıda qalanda var idi. Gedirsiniz, parfümlər seçirsiniz, hansı qoxu ilə yuyulsun sizin paltarlarınız və üzərinə belə fıskırdırlar. O da çox maraqlı deyərdi, amma onların qiyməti daha baha olur. Yuyulmuş, ütülənmiş şəkildə. Bu arada mən çox az paltarla gəzirəm. Deyim olar ki, paltarlarımın yarısını verdim yığışdırmağa. Belə. Bu arada bəzən səslər çox gəlirlər, çünki Balidə motorbike çox istifadə olunur yollarda. Ona görə də daimi keçirlər buradan. Ona görə də səsləri gəlir. Canım Bali. Belə. İndi isə gedəcəm buradan ikinci iş. Gedirəm işləməyə, ən önəmli iş bugün işləməliyəm. Bitirməli olduğum işlərim var. Ona görə də bu 2-3 gün ərzində demək olar ki, səhərdən axşama işləməliyəm. Çox şükür, biraz yollar göstərim. Baxın, indi bu yolla gedəcəm 10 dəqiqə ərzində. Çox qəşəng yerlərdən keçərəkdən bağlayıram. Kameranı hələ tam işlədəmirəm. Gedək. Burada balaca hər küçədə görmək olur. Paltarlar satırlar. Yerli əşyalar satırlar. Yenə sağa gəlirsiniz, sola gedirsiniz. Getdik. Ümumiyyətlə, Balidə uzun müddət yaşayan insanlar bilinir, yerlilər də bilir. Çünki hər kəsin üzü gülür burada. Amma yeni gələn turistlər baxıram ki, yox. Biraz zaman keçir və öyrənirəm. Belə yol. Hay. Yəni belədir. Yol boyunca gedəndə gün ərzində 5-10 dəfə salamlaşırsan hamı ilə. Nə var, nə yox. Tanıdın, tanımadın. Birdən bəzən olur ki, keyfim olmur da. Keyfim olmur. Və keçirəm, hiss edirlər bəzən. Deyirlər, necə sən günün necə keçir, niyə keyfim yoxdur falan danışırıq. Və 2 dəqiqəyə yaxşı hiss edirəm yenə. Baxın, hal-hazırda bu mənim küçəmdir. Ən çox gəldiyim restoranlardan biridir bura. Ən çox gəldiyim restoranlardan biridir. Ay. Hər kəs o qədər mehribandır. Salam, sağ ol. Ən çox gəlib işlədiyim, yediyim yeməklər falan buradır. Buranı çox bəyənirəm. Sonra gəlirəm buradan. Küçədə göstərmək istəyirəm ki, hər şərait var. Buradan gedirəm. Burada çox qəşəng bir masaj yeri var. Ümumiyyətlə bilməm, Balidə bunun haqqında çəkərəm bir video. Soyuq hovuz, isti hovuza keçirsiniz, sonra sauna var. Bu bir set şəklində olur və bədən üçün çox xeyirlidir. Bunlar mən bir neçə dəfə yoxlamışam, amma çox eləmək də məsləhətli deyil, amma bir neçə dəfə eləmək bədən üçün çox xeyirlidir. Onun xeyirləri haqqında oxuyub araşdıra bilərsiniz. Belə. Gedək indi. Hər tərəfdə evlərdir, villalardır. Küçə çox sakitdir. Hazırda yanvar ayındayıq. Hava çox istidir bugün və yaxud da ki, çox yağış yağır.
yağış da dayananda çox isti olur. Yanvar ayında hava şəraiti bu cürdür. Amma bu bizi dayandırarmı? Xeyr. Bunların hamısı otellərdir. İnsanlar keçəndə çalışıram çəkməyim onları ki, icazələrini almadan istəmirəm kimsə düşsün videoya. Ay. Yerlilər çıxmaq şərtindən onlar açıqdılar belə şeylərə. Bu musiqini çox yerdə eşidərsiniz Balidə. Aha, biraz da özümü çəkeyim. Ümumiyyətlə, Bali mənim üçün çox güvənlidir. Hələ ki, tək bir xanım olaraq gəlmişsinizsə bura. Yolda istədiyiniz kimi gəzin, əlinizdə kamera ilə, telefonunuzla. Mən Ubud'dayım bu arada. Yəni Ubud'a bələdəm. Rahat, güvənli, saat neçədə istəyirsinizsə gəzə bilirsiniz tək. Sanki öz evimdəymişəm ki, mən heç Azərbaycanda bu qədər sağlam eləmirəm. Baxın, necə gözəldir. Bütün evlərin girişləri, otellərin bu cür tanrılara həsr olunmuş heykəllər olur. Hər tərəfdə güllər, çiçəklər. Ümumiyyətlə çox Balidəki yerli hali çox kreativdir. Yes, Balidəki ümumi insanlar çox kreativdir. Kameramı dəyişəndə bilin ki, insanlar gəlir, çünki onları çəkmək istəmirəm. Ən sevdiyim küçəyə gəldik. Burada neçə bir ildən çoxdur ki, nəsə tikirlər, hələ də qurtarmayıb. Baxın, mənim ən sevdiyim yoldur və bura kəstirmə yoldur. Və bu yol bitəndə mən gedəcəm, elə kafenin üstünə çıxacam. Dostlar, hava çox istidir bugün, çox istidir. Amma bir tərəfdən də sevirəm ki, tərləyirəm, bədəndəki toksinlər çıxır. Zaten xəstəyəm. İndi məsələn bu yoldan gedirik. Qarşıdan kimsə gəlirsə, çox kiçik bir siqnal gələcək ki, mən gəlirəm. Və bu yolda insanlar da gəzir, heyvanlar da gəzir, motosikletlər də gəzir. Elə yol verdik. Ümumiyyətlə yollar çox dardır. Ona görə gərək diqqətli gəzəsiniz və bir-birinizi gözləyəsiniz. Balidə ən önəmli məsələlərdən biri göz kontaktı qurmaq. Mən gəlirəm, sən keçirsən, yoxsa mən keçirəm.
Xüsusilə də motorbike sürürsünüzsə, bunu gələndə turistlər yeni bike sürməyə başlayanda necə gəldi sürürlər, amma Balidə demək olar ki, şoferlər çox azdır. Ancaq kontaktla, əllə, qolla, baxışlarla ki, mən keçirəm və yaxud sən keçirsən. Mən əvvəllər motorbike sürürdüm, hal-hazırda sürmürəm. Belə mən dərslər falan almışdım öyrənmək üçün. Aha. Bu yoldan gəldim. İndi bu yoldan düşürəm. Bu arada motorbike gəlir, tez düşün. Belə bir yola çıxdım. İndi bu yolla gedirəm kafeyə işləməyə. Görün necə kreativdilər. Daşlardan hazırlanıb hamısı. Evlərə falan ala biləcəyiniz əla aksesuarlardır. Burada isə marketlərdir. M-Mart, Circle. Balidə hər tərəfdə, hər küncdə bucaqda görəcəyiniz yerli, çox kiçik, ən lazım əşyaları tapa biləcəyiniz kiçik marketlərdir. Daha çox içkilər, atışdırmalıqlar. Belə. Bəzən kiçik sendviçlər, hot-doglar. 2 dəqiqəyə çatıram. Bu arada sizə bir dənə burada maraqlı bir şey göstərəcəm. Demək yol keçin. Ümumiyyətlə Balidə gəlirsinizsə benzin belə su butulkalarının içərisində saxlanılır və yoldan keçirsiniz, saxlayırsınız motosikletlə falan istifadə etmək üçün. Getdik. Bir də burada belə bir restoran var. Boş falan var burada, dostlar. Ümumiyyətlə Balidə rus komünitesi böyük olduğu üçün restoranlarda çoxdur. Amma bildiyim qədərilə cəmi bir Azərbaycan restoranı var. Orada getmişəm. Bir gün bəlkə getsəm oranı da göstərərəm. Yol keçək, diqqətli. Balidə bir söz var, deyir slowly. Hər şey yavaş axır. Çox istidir və gəldik, çatdıq kafeyə. Bugün işləyəcəyim kafe budur. Düz evimin yanıdır. Bir dənə kofe zakaz edib işləyəcəm. Çatdım. Yerim də boşdur, yaxşı yerim boşdur. Moi, j'ai fait comme vous. En fait, moi, je suis arrivée à Hanoï et je suis descendue jusqu'à Oyan. Kofe zakaz edib işləyəcəm. Yes, one person. Thank you. Have you been here before? Yeah, I have been before. Welcome back. Thank you. Let us know when you're ready to order, or maybe you want to have the drink first. I will only drink today. Totally fine. Yeah, thank you. Thank you. Ah, putain, ouais, j'étais en jeu. Ouais. Dostlar, kameram necəsə bulanıqlaşıbdır. Qiymətləri göstərmək istəyirdim.
Dostlar, bugün karışık kanat sipariş elədim. Və belə işləyəcəyik burada. Yo sí, por llegaste que se lo di de la visita. Pero si quieres ducharse, tira a la piscina. Sí, me parece igual tenés que hacer ahí, ¿no? Pero Market no, ayer Dostlar, ümumiyyətlə, məncə bu kokonat çox hərəkətli meyvədir. Suyunu içirik, içini yeyirik, yağını hazırlayırlar. Daha sonra suyunu hazırlayırlar və daha çox yerlərdə istifadə edirik. Yüz baxımında istifadə edirik. Dostlar, 2 saat işlədim. 2 saat davamlı işlədim. Şunun böyük bir qismini qutardım. İndi kompüterimi bağlayıram. Acımışam. Yadıma düşür ki, evdə heç nə qalmayıbdı. Mən adətən evdə yeməkləri özüm pişirirəm, amma bugün fikirləşirəm, heç nə qalmayıb. Gedib alışveriş eləyəsiyəm. Alışverişin videosunu ayrı çəkəcəm. Ümumiyyətlə, Bali'dəki qiymətləri, market qiymətlərini və s. Görünür ki, bugün yeməyi də çöldə yiyəcəm. Buna görə gedirik yemək yeməyə. Dostlar, qayıtdım və yeməyə getməyəcəm hələ. Yeməyə getməyəcəm hələ. Dostum yazdı ki, bəs sənə şüniyyət almışam. Dedim, gəlim onu yiyeyim. Soyuq çünki istidir hava. Akşam giderim yemək yeməyə. Ben gittim şüniyyatımı yiyeyim. Və yavaş-yavaş bitirək. Belə dostlar, bəyəndinizsə, izlədinizsə, sona qədər təşəkkürlər. Kanalıma abunə olmağı, like etməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Növbəti vloglarda görüşənə qədər özünüzə yaxşı baxın.